Türkiyə Hava Yollarına məxsus yük təyyarəsi Qırğızstanda qəzaya uğrayıb. Honkonqdan qalxan Boeing 747 tipli təyyarənin Bişkek yaxınlığında qəzaya uğraması nəticəsində 32 nəfər ölüb. Təyyarə Bişkek aeroportunun yaxınlığında yerləşən evlərin üzərinə düşüb. Yerli vaxtla 07:30-da baş verən hadisə zamanı xeyli sərnişinin yaralandığı bildirilir. Qəza nəticəsində 15 evə ciddi ziyan dəyib. Həlak olanların bir hissəsi yerli sakinlərdir. Ölənlər arasında uşaqların da olduğu bildirilir. Qırğızstan Səhiyyə Naziri Talantbek Batraliyev və Baş nazir Saranbek Canbekov hadisə yerinə gəlib. Qəza səbəbi ilə Qırğızstanın Manas hava limanı uçuşları dayandırıb. Hazırda olay yerində mütəxəssislər işləyir. Hadisənin araşdırılması üzrə xüsusi qərargah yaradılıb. Qırğızstan Nəqliyyat və Yollar naziri Jamshidbek Kailov bildirib ki, qəzanın texniki səbəblər və ya hava şəraiti ilə bağlı olduğu dəqiq bilinmir. Bu, araşdırmalardan sonra bəlli olacaq.